Əziz kitabsevərlər, Gülüstan, Axirət görüşü, Şəbi hicran, Məğlubiyyət və bir çox poemalar müəllifi, məşhur ana dili, sənətkarın taleyi, mən də insanammı, körpə kimi şeirlər müəllifi və bir çox əsərləri ilə Azərbaycan ədəbiyyatında məxsusi yer tutmuş Bəxtiyar Vahabzadənin əsərlərini oxumağı sizə məsləhət görürük. Sizə qısaca, ixtisarlı ana dili şeirini təqdim edirik. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız Laylanı anamız öz südü ilə içirir ruhumuza bu dildə gilə-gilə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i peymanımızdır. Güllərin rənglərindən, çiçəklərin iyindən, mil düzünün, muğanın sonsuz genişliyindən, ağ saçlı babaların əqlindən, kamalından, düşmən üstünə cuman o qıratın nalından, qopan səsdən yarandın. Sən xalqımın aldığı ilk nəfəsdən yarandın, ana dilim. Səndədir xalqın əqli, hikməti, ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır. Səndə neçə min illik mənim mədəniyyətim, şan şöhrətim saxlanır. Mənim adım sanımsan, namusum, vicdanımsan.